Biri gəldi Peyğəmbərin yanına, dedi ki, ya Rasulallah, biz insanlara kömək eləyirik, yardım eləyirik, amma şöhrət üçün eləyirik bunu. Biz insanlara kömək eləyirik ki, şöhrətli olaq, hər yerdə bizdən danışsınlar. İndi görsənir, bu hələ biraz saf adam imiş də, hələ dilinə gətirib, niyyətini ən azı pis olsa da niyyətini dilinə gətirib etiraf eləyir ki, mən bu işi şöhrət üçün eləyirəm. Bir çox vaxt insan şöhrət üçün eləyir, amma dilinə gətirmir. Heç özü də qəbul eləmir bəlkə. Elə deyir, yox, bu Allaha görədir, dinə görədir. Bu biraz saf imiş ki, ən azı bunu etiraf eləyir. Dedi, qiyamətdə əcrimiz olacaq, bir savabımız olacaq bu işə görə. Yaxşı iş görürük, amma Allaha görə eləmirik. İstəyirik ki, biz məşhur adam olaq, şöhrətli adam olaq. Peyğəmbər dedi, yox, bu işimizin niyyəti budur. Buna görə bir savab yoxdur sizə qiyamətdə. Bu sualını dəyişdi. Dedi ki, bəs malımdan versəm, həm əcr əldə eləmək üçün, həm şöhrət qazanmaq üçün. İkisi bir yerdə. Belə necə? Peyğəmbər dedi, yox, yenə əcri yoxdur. Yenə bunun bir savabı yoxdur. Çünki Allah ona görə olunan işdə şərik qəbul eləmir. Yəni, sən şərik eləyəsən həm nəfsimi, ilahi, həm səni. O, Allah deyir onda, əgər mənlə nəyisə şərik eləyirsənsə, mən o əməli qəbul eləmərəm. Həvalə eləyərəm nəfsivə. Götür nəfsin aparsın onu. Götür iblis, şeytan aparsın onu. Kimə xatir eləmisənsə, Allah qiyamət günü deyər ki, get əcrini o versin. Bax, mənə görə eləməmsin. Kimsə tərifləsin deyə eləmirdin. Get indi o tərifləyəndən əcri istə. Məndən istəmə. Hətta həm Allaha görə, həm o tərifləyənlərə görə olsa belə, yenə Allah qəbul eləməz. Riya və ixlas, xalis eləmək çox mühüm məsələdir ki, Allah əməldə cüzi, ən xırda qarışığı belə qəbul eləmir. Əməldə xırda əməl qarışdısa, Allah deyir, mən istəmirəm. Nə ilə qarışdırdınsa, ged onun yanına.